a round of applause. Keçmiş model sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur Dubayda hərraca qatılıb. Getdiyi restoranlardan birində spirtli içkilərdən hazırlanan bir badə kokteyl hərraca çıxarılıb. Diana isə ona ən çox məbləğ deyən qonaq olub. O, dünyanın ən dəbdəbəli kokteylinə 37.500 avro, təxminən 70.012 manat ödəyib. Kokteyl 1937, 1950 və 1930-cu illərə aid olan içkilərdən hazırlanıb. Qeyd edək ki, Diana İran əsilli biznesmen Manuçehir Əhədpurla ailəlidir. Birləşmiş Ərəb Əmirliyində yaşayan Diana'nın bir oğlu var. For the first time and the only time in the world, we want to congratulate you. Of all time, cheers!